Herkese salam, kanalımıza xoş gəlmisiniz. Siz də evdə asan üsulla şaurmanın hazırlanmasını istəyirsinizsə, videonu sona qədər izləyin. Şaurmanı hazırlamaq üçün toyuğun sinətlərini əvvəlcə bir barmaq qalınlığında doğrayıram. Sonra isə doğradığım dilimləri nazik uzunsov formada yenidən doğrayıram. Doğradığım ətləri bir qaba əlavə edirəm və üzərinə 2 yemək qaşığı xama əlavə etdim. Siz mayonez də əlavə edə bilərsiniz. Və üzərindən 1 çay qaşığı duz əlavə edirəm. Yarım çay qaşığı üyüdülmüş qara istiot, yarım çay qaşığı pul biber və yarım çay qaşığı sarı kök əlavə etdim. 1 çay qaşığı da toyuq ətləri üçün istifadə olunan ədviyyatlardan əlavə etdim. Və üzərindən də 4 yemək qaşığı qədər duru yağ əlavə edib yaxşıca qarışdırıram. Və unutmadan da 1 yemək qaşığı da tomat pastası əlavə edib yenidən yaxşıca qarışdırıb üzərini örtüb 1 saatlığına soyuducuda gözlədirəm. Eləcə də şaurma üçün 3 ədəd kartof götürmüşəm. Böyük ölçülü kartoflardır. Kartofları da uzunsov formada doğrayıram və duru yağda yaxşıca qızardıram. Kartofları duru yağda qızartdıqdan sonra artıq yağının çəkməsi üçün salfetin üzərinə çıxardıb biraz da duzlayıram. Sonra isə həmin yağın içərisində toyuğun sinətlərini də yaxşıca qızardıram. Hazır olduqdan sonra artıq başlayıram şaurmanı yığmağa. Lavaşın kənarını biraz içəriyə doğru qatlayıb üzərinə mayonez çəkirəm. Biraz ketçup əlavə edib üzərindən də kartoşka, toyuq ətləri və xiyar, pomidor əlavə edib üzərindən də biraz mayonez əlavə edirəm və bükürəm. Onu da qeyd edim ki, şaurma üçün istəyə görə soğan və turşu xiyardan da istifadə edə bilərsiniz. Şaurmaları büktüm, hamısı hazırdır. İndi isə tavanın içərisində qızardıram. Çox az hər iki üzünü qızardıb götürürəm. İstəyə görə tavaya az yağ da əlavə etmək olar. Mən bu dəfə əlavə etmədim. Gördüyünüz kimi çox asan başa gələn şaurmamız hazırdır. Hazırlayan hər kəsə nuş olsun. Göz haqqınızı halal edin. Videom əgər xoşunuza gəldisə, bəyənməyi unutmayın. İzlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Sağ olun, var olun.